Bizim məqsədimiz İlham Əliyevin qaldığı otelin qarşısında, Waldorf Astoria otelinin qarşısında sadəcə dinc etiraz aksiyası, siyasi məhbuslara azadlıq aksiyası, e, şərlənən jurnalistlər, hüquq müdafiəçiləri, AXC sədri Əli Kərimli və Tofiq Yağlı başlamaqla bütün siyasi məhbuslara azadlıq tələb eləmək idi məqsədimiz. Və bizim burada heç bir təxribat falan elə bir şey ola bilməz. İlham Əliyevə zaten Azərbaycanda etiraz eləmək mümkün deyil. Zaten Azərbaycanda artıq 6-7 ildir ki, 2019-cu ildən bu yana ki, sərbəst toplaşma azadlığı qadağan olunub, ölkədə quru sərhədlər belə bağlıdır. Və biz də məcbur xaricdə heç olmasa öz fikirlərimizi, öz şüarlarımızı səsləndirmək istədik. Təəssüf ki, Azərbaycan hakimiyyəti İlham Əliyevin can güdənləri buna sərt reaksiya verdilər, bizlə əlbəyaxa oldular, bizə vurdular. Mən heç bir təhqirdən istifadə eləmədim, heç bir şiddət göstərmədim, nə harasa daxil olmaq, sadəcə bir küncdə durmaq və İlham Əliyevin eşidəcəyi yerdə durub ona şüarlar səsləndirmək və siyasi məhbusları azad eləməsini tələb elədim. Amma onlar göründüyü kimi mənim paltarımı cırdılar, mənə yumruq vurdular, təpik vurdular.